Gəlin əyri oturaq, düz danışaq. Bəzi qızlar ailə quranda ondan gözləntilər o qədər yüksəkdir ki, məsəl üçün güclü psixoloq olmalıdır. Qaynana ilə qaynata ilə yola getməlidir. Baldızla, qayınla, hətta oğlanın bibisi ilə, xalası ilə, bir sözlə nəsillə, nəcabəti ilə. Mənəm deyən aşpazlardan olmalıdır. Yeməkləri mütləq bəyənilməlidir. Güclü təmizlikçi olmalıdır. Süpürgə ilə arasında xüsusi bir bağ yaranmalıdır. Onda olacaq yaxşı gəlin. Amma qız bunları edə bilməyəndə onu doğan anası və əkan atası təmtəraqlı şəkildə yad edilir. Oğlanın valideyni anlamalıdır ki, qarşılıqlı hörmət ayrı, tələblər ayrı. Sən oğlunla ailə quran bir qızı tələblərlə sıxa bilməzsən. Nə də istədiyin alınmayanda bunu hörmətsizlik kimi qələmə verməməlisən. Cütlüklər nəfəs ala bilmir, rahat hərəkətdən məhrumdular. Hörmətli analar, əgər oğlunuz sizin yanınızda yaşayacaqsa, onu qətiyyən evləndirməyin. Bu daha faydalıdır, inanın mənə. Çünki belə bir ailənin uğurlu olması milyonda birdir. Belə götürəndə eyni evdə heç doğma bacı qardaş birbiri ilə yola getmir. Yad bir qızın gəlib yanınızda əmin-amanlıqla yaşaması vallahi absurddur. Bunu bir düşünün. Əlbəttə oğlunuz sizin üçün hər şeydən keçər. Ailəsini belə dağıdar. Onsuz da göz qabağındadır. Belə hadisələr saymaqla bitməz. Bəs onun gəncliyinin buna görə hədər getməyi nə dərəcədə doğrudur?